Mən onun ayağından daşsam, paxıllığını çəksəm, həsəd aparsam, qısqanclıq eləsəm, güya mən qalxacam. O öz işi ilə məşğul idi, sən də çalış öz işi ilə məşğul ol. Tək olmamaq üçün, bu camiyyədə səni maraqlandıran, çevrən olmaq üçün, danışıb gülmək üçün, ha-ha-hiyə eləmək üçün dost, tanış lazımdır. O da bizdə var. Kimin mənim haqqımda dedikləri də gəlir çerez-çerez qulağıma çatır. Düşündükləri də əslində üzümə gülüb tam başqa bir olduqlarını da bildiklərim insanlar var. İstərdim ki, məsəl üçün əməkdar artistəm, xalq artisti adamım. Yəni onu əldə etməmişəm. Onu arzulayardım özümə, arzulayıram da. Amma yəqin ki olmayacaq. Çünki son 5 ildir ki ilk dəfə müğənnilərin arasında mən ASTV-də səhər proqramında yemək proqramını aparırdım. Mən İbrahim Tatlıses'in böyük pərəstişkarı olmuşam və ən böyük arzum idi. Çox şükür Allaha ki, o arzumu reallaşdırmağa mənə imkan verdi, şərait verdi. İbrahim Tatlıses neçəyə gəlmişdi? Salam Səhnə Damı verilişinin özəl izləyiciləri. Bugünkü qonağımızı təqdim etmədən öncə qısa olaraq xatırlatma etmək istərdim ki, onun həyat və yaradıcılığı o qədər zəngindir ki, çox təqdimat etmədən öncə istəyirəm əməkdar artistimizi sizə təqdim edim. Nüşabə Ələsgərdir. Buyurun. Xoş gəlmisiniz Nüşabə xanım. Xoş gününüzə gələn Mehriban xanım. Dəvətinizə görə çox-çox təşəkkür edirəm. Sizin televiziyanı, sizin tamaşaçıları salamlayıram və uğurlar arzulayıram. Çox sağ olun, bizə təşəkkür edirik Nüşabə xanım. İlk sualım, fəxri adınızı zamanınızda aldınız. Mənə elə gəlir ki, o qismət deyilən bir şey var. Qismət o zamana imiş. Amma yaşa nəzər salsaq və yaradıcılığıma nəzər salsaq, zəhmətimin keçirdiyi illəri nəzər salsaq, biraz gec oldu. Gec oldu, amma ki, oldu. Oldu. Əsas o da oldu. Əsas o da oldu. Nüşabə xanım, sizin həyat və yaradıcılığınız o qədər zəngindir ki, yəni demək olar ki, mən özüm şəxsən sizin yaradıcılığınızın bir pərəstiş etmişəm. Zamanında bəli, Nüşabə xanım efirlərdən düşmürdü, bir-birinin ardınca konsert proqramı, o zamanlar kasetlər var idi. Kasetlər bir-birinin ardınca xarici ölkələrdə qastrol səfərləri. Yəni bunları etmək o qədər asan idi, yoxsa siz bunun öhdəsinə necə gəlirdiniz? Əslində 2000-ci ilə qədər bizim doğma televiziyamız Azərbaycan Dövlət Teleradio şirkətində hər zaman bütün verilişlərdə, yəni o vaxta qədər bütün tədbirlərdə, yeni çəkilişlərində, Novruz bayramı çəkilişlərində, bayram çəkilişlərində çox məni dəvət edirlər və mən həmişə iştirak edirdim. Ondan da savayı qastrollar, xarici səfərlərimiz olurdu. Azərbaycan Dövlət Filarmoniyasında işləyirdim, mahnı və rəqs ansamblında. Dünyanın çox ölkələrində onlarla bərabər olmuşam. Solo konsertlərimdə olub. Amma 2000-ci ildən sonra özəl televiziyalar daha çox başladı fəaliyyət göstərməyə ölkəmizdə. Onlar da nə zaman dəvət edirsə, sev-sevə getmişəm. Son zamanlar amma biraz az, yəni televiziyaya az gedirəm, az verilişlərə çıxıram. O da seçim eləyirəm. Çünki var da deyir, mən orada gəlib neyniyəcəm, bax, özümü deyir, görmürəm, öyle verilişlər var ki, ora getmirəm. Elə yerlərə getmirəm, ona görə biraz sayı azalıb. Amma pedaqoqluğuma daha çox vaxtımı sərf edirəm. Xoş auranız, sizdən səhnəyə çıxanda tamaşaçı bir aura ötürürdünüz və gözəlliyiniz, saçlarınız, nəm saç düzümünüz, fərqli qiyafəniz, yəni o qədər fərqli idiniz ki, o qədər səhnəyə, sənətə yaraşırdınız ki, sizlə paralel çıxan müğənnilər oldu o dönəmdə. Amma onlar sizin qədər məşhurlaşa bilmədilər. Deyərdim ki, o dönəmlərdə ulduz zirvəsinə kimi qalxdınız. Mən həmişə deyirəm, elə işləmək, elə çalışmaq lazımdır ki, hər zaman çalışasan. O tez yanıb sönmək elə də olur. Amma hər zaman o necə deyirlər, o reysdə qalanda illər nə qədər keçsə də sən yəni öz aktuallığı itirmirsən. Yəni ulduz da ola bilirsən, ulduzun yanında da ola bilirsən. Yəni sən varsan.
Mənim taleyim belə gətirdi ki, mən öz işimlə məşğul oldum, öz yeni mahnılarımla, çəkilişlərimlə, dəvət aldığım və səhnə görkəmi, vizual görünüşə çox diqqət yetirir. Ona hər şeyi nəzərdə saxlayaraq, yəni illəri belə gəlib çatdım bu vaxta qədər. Nişabə xanım, necə oldu? Mənə hər bir sənətçinin səhnəyə gəlişi çox maraqlıdır. Yəni onun bir təkanı olur, bir istəyi, marağı, səbəbkarı olur. Neçə yaşında gəldiniz ilk dəfə səhnəyə və necə oldu gəldiniz? Təsadüf idi yoxsa? Yəni siz ali təhsillisiniz, musiqi təhsiliniz yüksək dərəcədədir, böyük bəstəkarlarla işləmisiniz. Bunlara sonra keçid edəcəyik. Amma gəlişiniz mənə çox maraqlıdır ki, necə oldu? Nişabə Ələsgərli səhnədə oldu. Mən gözümü açandan, yəni mən oxumadığım, mahnı söyləmədiyim günüm xatırlamıram. Mən gözümü açandan oxumuşam. Mən əslində Şəkidə doğulmuşam və deməli 7 yaşına qədər biz Şəkidə yaşamışıq ailəvi. Orada da atamın bir dostu var idi, Aşıq Sakit Qurbanov. Gör nə qədər balacaydım, 6-7 yaşda. Atam Aşıq Sakitin yanına məni saz çalmağa, şagird kimi qoymuşdu. Saz çalmağı öyrənirdim. Elə, yəni o çox sürmədi, uzun sürmədi. Çünki biz Sumqayıt şəhərisinə köçdük və mən saz sənətini davam etdirə bilmədim. Amma Sumqayıtda 3 nömrəli musiqi məktəbinə getdim. Pianino sinfinə. Çox üzr istəyirəm, saz çala bilirsiniz. Unutmuşam. Nə gözəl, heç an bilmirdi. Unutmuşam. Uşaq vaxtı olan bir, yəni Davam etməlisiniz. Maraq kimi qaldı. Amma fortepiano sinfinə getdim Sumqayıtda. Sumqayıtın bütün mədəniyyət saraylarında, uşaq ansambllarında, Göyərçin uşaq ansamblı var idi orada. Sonra Sevinç Qızlar ansamblı var idi orada. Sonra tibb məktəbinin ansamblı var idi orada. Gənclik klubunun direktoru var idi, Solmaz xanım. O klubun bütün tədbirlərində. Yəni Sumqayıtda çox fəal konsertlərə, tədbirlərə çıxış etməyə başladım uşaqlığımdan. Orta məktəbdə öz yerində, musiqi məktəbdə öz yerində. Elə oldu ki, 8-ci sinifi bitirəndə, deməli, Sumqayıt indi musiqi kollecidir, Sultan Hacıbəyev adına. O vaxt Muzikalno Çilişada deyildik. Orta məktəb 8 sinifdə çıxdım və getdim, yəni elə bir fakültə olsun ki, orada həm oxumağım olsun, həm də fortepiano atmayayım deyə. Xor dirijorluq şöbəsinə daxil oldum. Fazil Əliyev mənim rəhbərim, bizim müəllimim. Fazil Əliyevin sinfinə. Amma yenə də bu dəfə xor kollektivləri ilə bütün stadionun o vaxt 1 iyul uşaqlar müdafiə günündə uşaq stadionda konsertlər oldu. Bütün məktəblər, şagirdlər oldu. Bütün stadion cücələrim oxurdu. Solist də mən idim. Belə Fazil müəllimlə bərabər, xor kollektivlərinə bərabər Rusiyanın şəhərlərində, Tallində, musiqi festivallarında oxudum. Yəni oxuduqlarımı sayıram ki, nə qədər o tərəf, bu tərəf, hər tərəfdən çıxışlarım olub. Məktəbimizin tədbirlərində və Sumqayıt Orta İxtisas Musiqi Məktəbini qırmızı diplomla, fəxrləmə diplomla bitirdim. Daxil oldum Üzeyir Hacıbəyev adına Azərbaycan Dövlət Konservatoriyasına. İndiki Bakı Musiqi Akademiyası. Orada da müəllimim əvvəl Nicat Melikov idi. Sonra yenə Fazil müəllim orada dərs idi. Həmən Fazil müəllimim mənim ixtisas müəllim oldu. Xor dirijorluq fakültəsinə daxil oldum. Beləcə, yəni düşünmürdüm oxuyam. Yəni evdən də artıq uşaqlıq həvəsi kimidir. Də oxumağı neymişsən? Yəni bir xanım üçün, bir qadın üçün, bir qız üçün ən gözəl müəllimlikdir, müəlliməlik sənətidir. Bunu davam edərsən. Bu minvalla 4-cü kursa qədər, deməli, konservatoriya təhsilimi alanda, 4-cü kursu bitirəndə artıq mən Sumqayıt oxuduğum o Muzikalno Çilişəyə müəllim kimi getdim. 1 ildə orada dərs edim. Amma elə oldu ki, mənim həyatımda ən belə dönüş nöqtəsi konservatoriyanın foyesində, Bakı Musiqi Akademiyasının foyesində xalq artisti professor Ramiz Bilişli bizlə söhbət edirdi və dedi ki, mən mahnı və rəqs ansamblına bədii rəhbər təyin olmuşam. Gəlin də siz də işdən, harada işləyəcəksiniz, bitirirsiniz artıq akademiyanı. Hərə bir söz dedi, mən dedim ki, mən Sumqayıtda artıq dərs deyirəm, Muzikalno Çilişədə. Dedi, siz bir gəlin, 5-6 qız idik, heç kəs gəlmədi, mən də Sumqayıtda yaşayıram, təsəvvür edin.
Bir mən gəldim filarmoniya və dirijor Ziya Bağırov mənim səsimi yoxladı. Allah Allah, həm bir də qəni rəhmət eləsin, həm Ramiz Beşli, həm Ziya Bağırova səsimi yoxladı, məni götürdülər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan Fikret Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına, xora. Və buradan da mənim oxumaq taleyim başladı. Ki biz filarmoniyanın solisti olaraq, işçisi olaraq Norveçdə, Misirdə, Türkiyədə, Almaniyada, İsveçdə, Danimarkada, ondan sonra yəni çox ölkələrdə kollektivlə getdik. Amma Nüşabə Ələsgərli kimi yox, o kollektivlərin solisti kimi konsertlərim olurdu. Və ilk dəfə və ora gələndən sonra başladım oxumağa. Orada məni tanıdılar. Musiqi camiyyəsi məni tanıdı. Həm toylara dəvət elədilər, gözəl tədbirlərə, kooperativ tədbirlərə orada tanındım. Və nəticədə Koroğlu ansamblindən başladım çalışmağa. Bədii rəhbərdə Etibar Qasımbəyli. Bu insanların adını mən belə-belə çəkirəm. Çünki mənim həyatımda rolu olan insanlardır. Onları mən heç bir zaman unutmuram. Etibar Qasımbəyli ilə bərabər çalışmağa başladım Koroğlu ansamblında. Filarmoniyada konsertimiz oldu. Artıq mən musiqi cəmiyyəsinə tanınırdım. Sonra gəldim səs yazma studiyasına. Rafiq Babayevin rəhbərliyi elədiyi qrupla bərabər 4 mahnı yazdırdım. Kinostudiyada yerləşirdi onların deməli studiya. Və həmin Rafiq Babayevin yazdırdığı mahnıları İlk dəfə efirə Gənclik redaksiyası ilə Bəxtiyar Qaracanın rəhbəri idi onda. Efirə çıxdım 94-cü ildə solo ifaçı kimi Cahangir Cahangirovun Ay qız mahnısı ilə ASTV-də çıxışım oldu. 94-cü ildə hardasa yanvar ayıydı, fevral ayıydı. Bu aranjman da Rafiq Babayevə aid idi. Sonra Ailəli Qurbanov xalq mahnısı ilə onda Rafiq Babayev aranjman eləmişdi. Onda Novruz bayramında çıxışım. Ondan sonra tanındım. Nüşabə xanım, siz xaricə dayanmadan belə deyək də səfərləriniz oldu. Yəni tamaşaçı bunu görürdü, amma bunun bir belə deyək də pərdə arxası məqamları vardı. Bilmirəm, indiki dövrdə deyirlər sənətçi qazana bilmir. Maliyyə cəhətdən, durum sadəcə sənət göstərirsənsə, yəni maddi durumun paralel gedə bilməz. Sizdə necə? Sənət sizə uğur qazandırdı. Bəs maliyyə cəhətdən, yəni maddi cəhətdən nələr qazana bildiniz o illər ərzində? Bilirsiniz, demək o dövrdə təbii ki biz hamımız maaşa baxan insanları, amma mən bayaq dedim ki, kooperativ tədbirlər, toylar, yubileylər, el şənlikləri, nə bilim, xüsusi günlər olan. Dövlətin bir ayırdığı büdcə vardı, sizi qastrol səfərlərə göndərilirdi. O bizi dövlət tərəfindən ayrılan, biz orada maaş alırdıq. Yəni adicə maaş. Harada çalışırsansa o kollektivdən maaş alırdı. Və məsəl üçün İsveçdə, Norveçdə, Danimarkaya biz gedəndə yəni öz cibimizin pulunu xərcləyirdik. Orada bizə heç kəs pul vermirdi. Amma gəlirdi, bu bizim işimizdir də, aylıq maaşımız nəyədirsə onu alırdıq. Amma sonra özəl dəvətlər olanda, şəxsi dəvətlər qanararlı idi artıq. Mən Hollandiyada, Almaniyada konsertlər verəndə həm ansamblimizin pulu ödənilirdi, otelimizin, gediş-gəlişimizin, bir də mənim bərabər, yəni qanarlarımız alırdı. Yəni qane edirdi bu sənət üçün, sənətkarı? Təbii ki, mənim Azərbaycanda məsəl üçün aldığım qanararım müqayisə edəndə ora az idi. Amma o da bir başqa bir dünyadır. Onu da adam istəyir ki, yəni. Belə başa düşürəm, sənət və yaradıcılığında Nüşabə Ələsgərlinin pulunun bərəkəti oldu. Çünki yəni siz böyük layihələr həyata keçirilirdi, disklər buraxmaq, yəni bunlar hamısı maliyyə tələb edirdi. Mən bilirdim ki, Nüşabə xanım onu özü qazanır, öz səsinin qüvvətinə, gücü ilə onu əldə edirdi. Deməli, pulunuzun bərəkəti var idi. O dövrdə pulun bərəkəti də oradan var idi. Amma sözün düzü, necə deyilir, öz yağını öz başına çək, belə bir məsələ var. Mən nə qazanırdımsa, qazancımın 80%-ni yeni mahnılara,
geyimə, nə bilim, kasetə, kasetə, performansınız, hə, geyiminiz, saç düzümünüz, yəni bunlara- həmişə normalsında. bunlara xərcləyirdim. Hə, arada məsəl üçün bu ailə həyatı qurandan sonra uşaqlarla bağlı kökəlməyim zadım oldu. Geyimlərimə də o qədər məsəl bədən imkan vermir də, yəni ürəyin istəyən geyinəsən. Amma ürəyim istəyən geyinir, gördüm ki, kök ətlər çıxdı oradan buradan belə olmur. Yəni belə şeylər də var idi o zamanda. Amma yenə də o nəzarəti özünə qaytarırsan. Yəni boş buraxmaq olmaz. Hər zaman gərək formada olasan. Bu sənət idman kimi bir şeydir. İdmançı həmişə gərək formada olsun. Yəni idmanı tərk eləyəndə görürsüz ki, kökəlmələr olur. Məsəl üçün insan formadan düşür. Gərək formada olmaq üçün hər zaman özünə diqqət yetirəsən. Geyiminə də, keçiminə də, görünüşünə də, yatmağına, durmağına, yeməyini, içməyini həmişə nəzarət edirsən. Şabiə xanım, mən sizi sənətin uğurlu mühəndisi adlandırardım. Bilmirəm, indi sizə də o sualı verəcəm. Siz özünüzə hesab edirsiniz, yoxsa yox, paralel şəkildə ailə həyatınız, məşhurluğunuz, gözəl səsiniz, yəni bunları qoruyub saxlaya bildiniz. Yəni bugün Nüşabə Ələsgərli səhnəyə çıxmasa da, yəni hər yaş dövrü Nüşabə xanımı tanıyır. Yəni elə bir iz qoyub, elə bir uğur qazanıb, təbii ki, səsinin gücünə. Yəni siz özünüzü xoşbəxt qadın hesab edirsiniz? Mən özümü çox xoşbəxt qadın hesab edirəm. Çox xoşbəxt. Nə üçün xoşbəxt? Birinci ona görə xoşbəxt ki, o gün də deyirdim ki, kökəklərə getsək, məsəl üçün insan dünyaya gələndə sifarişlə gəlmir ki, düzdür. Bir uşaq Afrikanın bir cəngəlliyində bir uşaq dünyaya gəldi. Onun alın yazısına baxdı, o Afrikada cəngəllikdə dünyaya gəlir. O nə eləyə bilər? Onu nə gözləyə bilər? Hansı inkişaf, hansı nə bilim nələrsə, Söz gedə bilməz. Sivilizasiyadan yəni uzaq. Ona görə mən xoşbəxt sayıram ki, şükür Allaha ki, mən Azərbaycanda dünyaya gəlmişəm. Şükür Allaha ki, mənim çox gözəl valideynlərim, bacı qardaşlarım, gözəl nəslim ata tərəfdən, ana tərəfdən olub. Şükür Allaha ki, mənim ziyalı valideynlərim olub ki, məni və mənim qardaş bacılarımız hamımız ali savadlı, ali təhsilli təhsilə yönəldiriblər. Ola bilərdi ki, elə valideynim olsun ki, bunu bacarmasınlar. Yəni bir uşağın eləyə biləcəyi bir iş deyil ki. Və çox şükür Allaha ki, Allah mənə bu səsi verib. Şans deyilən bir şey var. Şanslı doğulmaq dünyanın ən xoşbəxti olmaq deməkdir. Şanslı. Mən özümü, yəni hər şey 4-4 olmayıb təbii ki. Mənim üçün, məsəl üçün, heç nəyə gətirib qızıl taryelkada verməyiblər. Hamısı xatırlamıram ki, bir işi görüm, yəni boş-boşuna əmələ gəlsin. Ancaq mənim zəhmətin bahasına əmələ gəlib. Amma elə insanlar var ki, şanssızdılar. Zəhmət çəksələr belə, deyir dənizə gedir stəkanla, dəniz quruyur. O şanssızlığından. Elə dərdə var. Ona inanırsınız. Ona çox inanıram. Bəli. Yəni var çox şanslılar ki, bu şanslılar hara gedirlər, elə bir ki, orada bəxtləri gətirir. Heç bir zəhmət, heç bir əziyyət tələb eləmədən elə tualeti də gətirdi, şansı gətirir. Var elələr ki, hansılar ki, mən aidəm, şansı gətirir, amma zəhmətsiz gətirmir. Zəhmət çəkir, şansı gətirir. Bir də var üçüncü, hansılar ki, şanssızdılar. Nə qədər zəhmət çəksin, şanssızdır deyə işi alınmır. Yəni, arzularını yerinə getirə bilmir. Ona görə mən özümü orta şanslılardan sayıram. Nə gözəl, nə gözəl. Nüşabə xanım, elə şans demişkən, sizin şansınız gətirdiyinə görə yəqin ki, sənətçi dostlarınızdan sizə qısqananlar çox olub. Yəni bunun acısını deyək, çəkmisiniz və yaxud da ki, eşitmisiniz. Belə yəni olub. Təbii ki, siz bunu deməsəz də, desəz də, yəni sizinlə bağlı intriqalarda heç vaxt adınız hallanmayıb. Yəni eşitməmişik, görməmişik, amma sizin belə deyək, bəli, qısqananlar çox olub. Yaxınlardan zərbə almısınız, dost dedikləriniz. Bilirsiniz, Allah qaldırdığı insanı məndə aşağı sala bilməz. Allah qaldırmadığı insanı da bəndə qaldıra bilməz.
Bunu hər kəs dərk eləsə, həqiqətən dərk eləsə, heç vaxt qısqanclıq olmaz. Paxıllıq olmaz. Özünə baxsın, öz zəhməti ilə məşğul olsun, öz Allahına üzün tutsun, Allah ilə danışsın. Allah heç vaxt heç kəsi boş qaytarmır. Bəlkə hardasa inanmazlar mənə. Doğrudan belədir ha. Yəni kimsənin bu vaxta qədər mən paxıllığını çəkmədim. Baxmışam, məndən yuxarıda da ulduzlar da olub, tanınmışlar da olub, imkanlılar da olub, hər şey də olub. Mən onlara baxmışam, necədir, xoş həsədlə. Nə yaxşı, onu mən də belə eləyim, onu mən də belə eləyim. Onun qabaqda olmağı məni məcbur edib çalışmağa, daha onun ayağından dartmağa yox. Mən onun ayağından dartsam, paxıllığını çəksəm, həsəd aparsam, qısqanclıq eləsəm, güya mən qalxacağam. Onu dərk etmək lazımdır. Mən onu dartmaqdan mənə xeyir gələcəksə gedim dartım. Gəlməyəcək axı. O öz işi ilə məşğuldur, gedib qabaq. Sən də çalış öz işi ilə məşğul. Mən bunu dərk eləmişəm ki, kiminsə paxıllığını çəksəm, kiminsə birincisi onu Allah verir. Mən Allahın işinə qarışa bilmirəm. Bayaqdan deyirəm, Allah işinə. Bir. İkincisi, mən Allahımdan özüm istəyirəm, özüm çalışıram, əziyyət çəkirəm, mükafatını özüm alıram. Yəni, qısqanmaq lazım deyil. Baxıb, örnək götürüb, hərəkət eləmək lazımdır. Mən elə bilirsiz, Bakı şəhəri balaca şəhərdir. Kimin mənim haqqımda dedikləri də gəlir, çerez-çerez qulağıma çatır. Düşündükləri də əslində üzümə gülüb tam başqa bir olduqlarını da bildiklərim insanlar var. Heç vaxt fikir verməmişəm. Özü bilir, Allah kömək olsun. Baxma ki, sənə nə deyirlər. Baxma ki, nə deyirlər. Bax ki, kim deyir. Doğrudur. Bunu mən niyə gətirdim? Hələ lap belə deyək də biraz geriyə qaysaq, siz oğlunuzun adını İbrahim Tatlısesi Bakıya gətirmişdiniz. Kiçik toyunda. Kiçik toyunda, bəli, onu demək istəyirəm. Kiçik toyunda İbrahim Tatlısesi dəvət etmişdiniz. O çox söz söhbətlərə, şairlərə, yəni eşitdi, eşitmədi. Bilmirəm sizin o dövrdə o söz söhbətlər sizə gəlib çatdı yoxsa yox. Yəni hər kəs onu bir cür dəyərləndirdi. Bir belə deyək də, bir don geyindirdi, bir ad qoydu. O zaman da söz söhbəti yayanlar sizin öz çox yaxın dostlarınız və doğmalarınız idi, belə deyək, sənətçi dostlarınız idi. Bəli. Əslində mən İbrahim Tatlısesinin böyük pərəstişkarı olmuşam və ən böyük arzum idi. Çox şükür Allaha ki, o arzumu reallaşdırmağa mənə imkan verdi, şərait verdi. Mənim Türkiyədə yaxşı dostlarım var idi. Onların əlaqəsi ilə mən tanış oldum və dəvət elədim, gəldi. İndi kimsə bunu reklam kimi bilirsə, mən sadəcə arzu idi. O bir arzu idi və onu insanın çox arzuları olur. Gərək çox istəyəsən ki, Allah da onu versin, Allah onu mənə nəsib eləsin. Nişanlı xanım, o vaxtın məbləği çox yuxarı deyirdilər. Yəni elə bir böyük sımma deyirdilər ki, İbrahim Tatlıses o məbləğə gəlib. Siz onu açıqlaya bilərsiniz. Yəni bu hər kəsdə sirr olaraq qaldı ki, İbrahim Tatlıses neçəyə gəlmişdi. Elə sirr olaraq da qalsın. Bir də sizin duet, belə deyək, ortaqlarınızdan danışmaq istəyirəm. Nişabə xanım məncə duetlər oxudu. Amma daimi oxuduğu bir, yəni olmadı da. Tərəf müqabiliniz olmadı, bəli. Demək, Sakif Məmmədovla Danol Duzu instrumental ansamblında bir duetim olub, 1. Sonra Elxan Şirinovla duetim olub, 2. Sonra bayaq dedim Koroğlu ansamblında Rafiq Cəfərovla duetim olub, 3. Sonra Niyaməddin Musayevlə duetim olub, 4. Sonra Elvin İlcan var, ifaçımız. Ondan bir mahnı yazdırmışam, 5. Sonra İctimai Televiziyada Samir adlı bir oğlan çalışırdı. Ondan duetim olub, 6. Yəni sizlə bərabər sayıram. İndi tələbələrimlə, 2 tələbəmlə, Şahmuraz və Həmzə ilə mahnı yazdırmışam. Və salam, bu qədər. Seçim edirsiniz. Deyək ki, mən sizinlə duet oxumaq istəyirəm. Siz məndə hansı üstünlüklərə, hansı keyfiyyətlərə, insani keyfiyyət, səs baxımından nələrə fikir verərsiniz? Deyirlər, Nişabə xanım hər kəsdən təklifləri çoxdan qəbul etmiş. Təbii ki, qəbul etməməniz də doğrudur. Siz sənətkarsınız, sənətçisiz. Yox, əslində, məsəl üçün, tələbəmlə bir duet yazılmışam, tələbəmdir. Bilirsiniz də, kişi tonallığı ilə qadın tonallığının fərqi var. Bizim səsimiz uyuşmur. Onun oxuduğu tonal listəm mən oxuyanda boğuluram və yaxud da bir oktava yuxarı məcbur oxuyanda da
zil olur. Amma ortaq məxrəcdən oxudum. Yəni baxmayaraq ki, tanınlığımız belə uyğun gəlməsə, yetər ki, mən istəyim. Mənim üçün insanın şəxsiyyətidir. Vəssalam. Nüşabə xanım, deyək ki, səslər var ki, gəlir o səslər, əsrlər davam edəcək, illər keçəcək, dövr dəyişəcək, amma o səslər unudulmur da, əvəzləyicisi yoxdur. Sizin səsinizin bənzəri hələ ki yoxdur. Tələbələriniz olsa da, yəni o səslə, o boğazla oxuyan yoxdur da. Allah sizə verdiyi səs də yəni özəldir deyərdim. Siz elə bir nöqtəyə toxundunuz ki, mən onu həmişə tələbələrimə deyirəm. Bir də görsəm maşında gedirəm, radio dinləyirəm və görürəm ki, müəllimə oxuyur. Qarışdırıram, acaba bu kimdir? Qəşəng də oxuyur. Yəni, oxumağının sözüm yox. Digər ki, ifaçını tanıya bilmirəm. Bir neçə müğənni var, səs timbrları, səs çaları bir-birinə oxşuyur. Onlar ifa eləyəni mən seçə bilmirəm bir neçəsindən. Amma mən oxuyanda, demək, insanın, müğənninin birinci uğuru onun səs timbridir, səsinin çaları. Hətta mən üzü o tərəfə olsam, məsəl üçün, arxada bir adam mənim səsimi eşitsə, mənim adımı çəkir, Nüşabə xanım, heç üzümü görməyib, səsinizdən deyə tanıdım. Səsin, yəni, özəl olmağı, səs çalarının təkrarsız olmağı müğənninin böyük uğurudur. Bugünkü sizin zirvədə qalmağınız və daimi uğurunuzun davam etməyi səsinizin təbii ki o çalarıdır. Bir də çalışqanlığım. Düzdür, məsəl üçün əvvəlki illərdə ildə 10 mahnı yazdırırımsa, indi 2 dənə, 3 dənə mahnı yazdırıram. Yəni o say hesabı ilə azalıb, amma indi daha çox keyfiyyətə baxıram. Keyfiyyətli olsun, az olsun, saz olsun. Hal-hazırda hansı bəstəkarlarla işləyirsiniz? İndi bizim professional bəstəkarlarımızdan, yəni siz tanıdıqlarınızdan götürdüyüm mahnı yoxdur. Amma gənc, onlara bəstəkar deyim, bəstəçi deyim, düzüb qoşan deyim, mahnı yazan, amma pis yazmırlar da. Yazmaq deyəndə nota almırlar. Demo variantını göndərirlər WhatsApp-a. Məsəl üçün dinləyirəm, görüm yaxşı mahnıdır, aparıb verirəm istedadlı aranjmançılara. Onlar da aranjman edirlər, mən oxuyuram. Sizin repertuarınızdan belə deyək də, sizə məşhurluq gətirən mahnınız və bir müğənni olaraq öz sevərək oxuduğunuz mahnı. Mənə məşhurluğu lap çox tanıdan, yəni məşhur edən musiqisi Vüsal Qurbanovun, sözləri Nüsrət Kəsəmənlinin olan Ürəyimlə bacarmıram neylə. İndiyəcən aktualdır, hamı da oxuyur, gənclər də oxuyur. Yəni indiyəcən o mahnını ifa etməyən müğənni yoxdur. Amma mən bayaq dedim ki, yəni baxmayaraq ki, ilk dəfə Ay qız oxudum. İlk dəfə məni tanıdan Ailəli Qurbanovdur. Amma indiki gənc nəslərdə hamıya da Ürəyimlə bacarmam neyləyim. Tamaşada mahnımsında aramızda olan körpülər onu deyirlər. İspaniya olan mahnımı deyirlər. Ondan sonra Yollar mahnımı deyirlər. Çox mahnılar var, amma yəni ən çox tanınan Ürəyimlə bacarmam neyləyim. Nüşabə xanım, bir xanım olaraq, yəni öz arzularınızı reallaşdırmağa çalışırsınız. Bu kənardan görsənir. Nə məqamlara, hansı məqamlara toxunacağım. Siz aparıcı kimi, teleaparıcı kimi çox uğurlu aparıcı oldunuz. Hətta filmlərə çəkildiniz. Aktrisa kimi uğurlu oldunuz, müğənni kimi uğurlusunuz. Yəni mən belə başa düşürəm ki, bu sizin yəni sənət varsa, davam edirsə, məndə bu potensial varsa, mən bundan niyə görə də yəni o arzumu da yerinə yetirməyim. Siz o film çəkilişləri, aparıcılıq, mən belə başa düşürəm ki, siz onun içinizdən gəldi, yoxsa sizə təklif idi? Təklifsiz olmuyor. Məsələn, Azərbaycanda ilk dəfə müğənnilərin arasında mən ASTV-də səhər proqramında yemək proqramını aparırdım. Uzun müddət yemək, Rafiq Savalangildən bərabər, Allah rəhmət eləsin, onlarla bərabər yemək verilişini ilk dəfə müğənnilərin arasında. Oradan məni reklama çağırdı. Azərbaycanda müğənnilərin arasında ilk dəfə bu yuyucu tozları reklam edirəm. Adını çəkməyim də reklam olmaz. Amma öncə o yoxdur onsuz da. Reklam üçün də reklam olmaz. Hə, yuyucu tozları reklam elədim. Ondan sonra Allah rəhmət eləsin Mailə Muradxanlı, Tariyel Vəliyev, Məhrəm Bədirzadə Novruz çəkilişlərində mənə rol verdilər.
Keçəlinin 7 gözəlindən biri belə bir idi. Mən də Sağıcı qız idim. Orada yəqin ki, yaxşı oynamışdım deyə məni dəvət elədilər. İndi bizim Qızıl Fonddadır. Əhməd Orucoğlu'nun Qaynana əməliyyatı tamaşasına 2 hissəli Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacı İsmailov, Səidə Quliyeva, Ələsgər Məmmədov, Ramiz Məmmədov, yəni çox Nəsibə Zeynalovanı da dedim təbii ki. Çox möhtəşəm bir tamaşaydı. Uğur çəkildim. Çox da uğurlu oldu. Musiqi də Nadir Əzimovun idi. Mənim mahnım tamaşada getdi. Sonra isə Elçin Cahangirli məni dəvət edir seriala, Yanmış Körpülərə. Və o serial Yanmış Körpülər deyildi. Görüş veriliş idi, verilişdən görüş idi. Orada mahnı oxudum, mahnı xoşuna gəldi. Senarist oradan başladı tamaşa kimi söyləməyə və 24 serial oldu. Sən məni axtarıb tapmayacaqsan, sındı aramızda olan körpülər. Soundtrackda da mənim mahnım sındı aramızda olan körpülər getdi. Belə mən dəvət almışam, getmişəm. Sadəcə olaraq bir aparıcı üçün də, bir aparıcı üçün onun intellekt səviyyəsi yüksək olmalıdır, bazası olmalıdır, danışmağı bacarmalıdır və efirdirsə qrammatik danışmağı bacarmalıdır. Bunlar nöqtəsini, vergülünü gözəl bilməlidir. Bu öz yerində, plus da əgər aktrisalıq eləyirsə, zaten əsl müğənni, yəni aktyorluq, aktrisalıq incəsənətin bir qoludur, böyük bir qolu. Bir müğənni klip çəkilişini eləyirsə, öz mahnısını yaratmalıdır, obrazını yaratmalıdır. Yəni, mini aktrisa rol olmalıdır klipdə. Təbii ki, yəni müğənni aktrisalığı da bacarmalıdır. Oxuduğunu heç olmasa təqdim eləmək. Yəni, belə bir söz də gəzirdi ki, Nuşabə Nəsgəli bir sifarişlə ssenari, yəni sifariş vermişdi, o filmdə rol alsın və finansi, maliyyə cəhətlə də belə deyək də yardım göstərib. Elə bir şey olur Nuşabə. Dəstək olmuşsunuz. Mən ümumiyyətlə idmançılarımıza da dəstək olmuşam. Maddi cəhətdən, ssenariyə də, verilişə də, gənc ifaçıya da, aranjman üçün də, bəstəkar üçün də, yəni hər barədə maddi yardımlar etmişəm. Amma onları demək istəmirəm. Siz sual verdiniz, mən də dedim, adlarını çəkmək istəmirəm. Hə, bu dəstəkdir. Sadəcə olaraq bilirəm aslında böyüdüyünüz, amma dəstək hər zaman sənətçidən dəstək olmalıdır. Niyə də olmasın? Yəni biz bunları bilirik. Sadəcə sizin dilinizdən də bir balaca eşitmək istədik. Təbii ki, necə istəyirsiniz, çox aydınlıq gətirdik. Çünki bilirsiniz, çox vaxt deyirlər, təkrarlanmış söz kimi orada deyil. Sağ əlim verdiyini sol əlim bilməm, yəni öyle deyil. Mən inansız ki, dəstək eləyəndə də ürəkdən eləmişəm, təmənnasız eləmişəm, sevə-sevə eləmişəm və mən bundan zövq almışam. Hansısa bir uşağın təhsil haqqını ödəmişəmsə, bundan zövq almışam ki, nə yaxşı bir yaxşılıq eləyə bildim. Allah mənə o imkanı verdi, mən yaxşılıq elədim. Hansısa bir qadın ziyarətə getmək arzusu olubsa, ziyarəti getməyə, məsəl üçün, yardım eləyə bilmişəmsə, Türklər demişkən, nə mutlu bana. Bunu verən Allah var. Mənim vasitəmlə o gedib, məsələn. Ona görə eləmişəm, eləyirəm. Allah imkan yaratsın, həmişə də eləyim. Bundan sonra amin. Allah imkanınızı, ürəyinizə görə bütün qapıları necə deyirlər. Sizin üzünüzü açsın ki, siz də yardımcı ola biləsiniz. Bəs son dövrlərdə düşünürsünüz, yəni yaradıcılıqla bağlı biraz Nuşabə Nəsgərli ola bilər ki, daha çox tədbirlərə, el şənliklərindən, bu dindən deyək, daha çox təkliflər alır. Amma televiziya məkanında görünmür. Təbii ki, biraz öncə özünüz qeyd etdiniz ki, seçim edirəm. Amma yenə yaradıcılığınızda bu günlərin müğənnilərin mahnıları trendə düşür. Yəni sizdə bu alınacaq zaten bir mahnı yazsınız, bilirəm ki, trendə düşəcək. Amma bunun üzərində biraz çalışmırsınız. Mən trendin qayda qanunlarını bilirəm və ona məsrəf eləmək istəmirəm. Bir mahnı, anladınız da? Bəli. Mən onu lişni hesab edirəm. Yəni siz hansı mahnı oxumusunuzsa sevilib. Yəni sevilib. Bilirsiniz, təbii ki, məsəl üçün
reklam elə bir şeydir ki, bunu reklamçılar da gözəl bilir. Artıq uşaqdan böyük hər kəs bilir ki, bir mahnını aldınsa, onun üstünə çoxlu pul yatırım eləməlisən, yatırım eləməlisən, o mahnı partlayış eləməlidir və partlayışdan sonra təkliflər olunur. Təklifdən də sən qoyduğun pulu və onun artıqlamasını götürürsən. Yəni bu tərəfləri siz... Mən onu tənbəlliyimi deyirəm, baxmıram. İstəsəm, özüm istəsəm, içimdən gəlsə ki, qarşıma məqsəd qoysam, mən onu eləyərəm. Şahbə xanım, sizin PR meneceriniz yoxdur. Mən belə bilirəm. Mən işlərim yoxdur. İllərlə olmuyor. Telefonla da başım çıxmır. Bəli, ona da toxunmaq istəyirəm. Hətta sizin mən belə başa düşdüm, belə deyək, stilistiniz, o da olmayıb, özünüzsüz. Yəni hətta müəyyən dövrlərdə siz bir gözəllik salonu ilə fəaliyyətiniz, yəni özünüz, yəni bu işlərlə öz gözəlliyiniz, geyim qiyafələriniz seçiminizə sırf özünüz məşğulsuz və dedilər ki, illərlə də Şahbə xanımda meneceri yoxdur. Onu el şənliyinə, tədbirlərə dəvət etmək istəyəndə belə öz şəxsi nömrəsinə zəng vururlar. Böyük məmnuniyyətlə cavab verir. Mənim telefonum uzun illərdir, artıq 30 ildir, həmən nömrədir. Dəyişmir. İnternetdə də düzdür, özəl telefon nömrəm də var, özümü cavablandırıram, amma ümumi bir telefondur, ona da özüm cavab verirəm. Məsəl üçün, çəkilişdəyəm, köməkçim var. Köməkçim cavab verə bilir. Yəni, telefon zəng gəlirsə cavablanmalıdır. O da cavab verir. Qaldı salondan. Salonun özümün çox tələbatı olur deyə onu almışdım. Özüm üçün deməli çalışırdı. Geyimlərimi falan. Amma zaman stilistlərlə işləmişəm. Yəni Respublikada tanınmış nə qədər stilist tanıyırsınız, deməli hamısına. Gülnarə Xəlilova ilə də, Anar Atakişiyevlə də. Yəni bunlar hamısı təkliflərini eləyiblər, uzun müddətli olmayıb, yəni bir-iki belə təkliflə. Özüm. Yəni sizə yaraşanı bilirsiniz, nədir? Saç düzümündən tutmuş geyim qiyafəyə. Hal-hazırda son illərdir mən Bahar Xatun salonda, yəni saç düzümünü, saç makyaj Bahar Xatunun yanına gedirəm, onun işini çox bəyənirəm. Baxın, gözümün salonu var, qızlarım da var. Amma Bahar Xatunla çalışıram. Geyimlərimin 90% də alınmadı. Gördüm, xoşum gəldi, alıram. İndi mənə son zamanlar bir dostumuz var, Ramil, deyir ki, Şahbə xanım, belə dərzi var, gözəl parçalar var, gedək, bax falan müğənni həmən dərzi ilə işləyir, ondan gedək tikdirək. Deyirəm, o primerkalara getmək mənə heç xoşuma gəlmir. Bir dəfə gedəcəksiniz, belə falan. Yəni, bəlkə bu Ramil məni dartır, çıxardar, aparar, o parçalardan tikdirəm. Onda da deyəcəm ki, 10-dən 15 dəqiq birdən tik, razmerimi götür. Mən bir dəfə gəlim, baxım, ondan da gedib o paltarları göndərib, növbə ilə geyinərəm. Mən gözləyəm. Yaraşır, seçiminiz də düzdür. Keçmək istəyirəm sizin sənətçi dostlarınıza. Dost anlayışı sizin üçün nə deməkdir Şahbə xanım və sənətdə dost anlayışı nə deməkdir? Sənətdə dost olmalıdır. Tək olmamaq üçün, bu camiyyədə səni maraqlandıran çevrər olmaq üçün, bir danışıb gülmək üçün, bir ha-ha-hiyə eləmək üçün dost, tanış lazımdır. O da bizdə var. Kimdən hansı sənətçi dostları bugün sizdən çox yaxındılar və həqiqətən də dostlar? Danışdıqlarım var. Birincisi mənim universitetdə iş yoldaşlarımdır. Yəni onlar Estrada kafedrasında, bax bayaq bizim kafedramızı müdürü Məryəm xanım Babayeva. Onunla bir Sumqayıtda bir yerdə tanışdığımız olub, sonra konservatoriyada oxumuşuq bir yerdə. İndi bizim kafedra müdürümüzdür. Onunla dostluğum var. Sonra İntiqam Kərimov, məndən konservator tələbə yoldaşım olub. İndi biz bir kafedrada çalışırıq. Onunla dostluğum var. Teymur Əmrah mənimlə bərabər oxuyub konservatoriyada. Onunla dostluğum var. Yaxın dostlarımın biri Nadir Qafarzadədir. Ondan sonra oğlumun bayaq kiçik toyla danışdınız. Manav Ağayevlə yaxın dostluğumuz var. Ailəvi dostluq biz. Ondan sonra çoxdur dostlarım. Neçədir səhnədəsiz? 94, 2024, 30 il. 30 illik səhnədəsiz. 30 illik səhnə 24, 31-ci ildir də. 31-ci il. Öz səhnə performansınızdan razısınız və sizə verilən dəyərdən, belə mükafatlardan, ətrafdakıların sizə verdiyi öz sənətçi dostlarınızın, yəni bunların hamısından razılığınız var və istədiyiniz zirvəyə qalxmısınız. Yəni bu günlərin Şahbə xanım harda
idi və harda ola bilərdi? Məncə siz qalxmısınız, istədiyiniz zirvədəsiz. Sadəcə sizə sual vermək istəyirəm ki, bir sənətçi olaraq bu gün gileyi güzarınız var sizin, yoxsa yoxdur? Mən sizə deyim, mənə verilən dəyərdən də razıyam. Sənət dostlarımdan da razıyam. Hər bir şeydən razıyam, özümdən narazıyam. Niyə? Mən ürəyim istəyən şeyləri oxumadım. Zaman çatdıra bilmədim, vaxt çatdıra bilmədim. Necə gəldi oxudum, daha yaxşı oxuya bilərdim. Dinləyirəm ifalarımı, narazıyam ifalarımdan. 400-dən çox mahnım var mənim özümün. Yəni, sırf mənim üçün yazılmış ilk ifaçısı olaraq. Qulaq asıram, içindən 15-20 də mahnını bəyənirəm. Ürəyimdə bu nədir oxumusam, bu necə oxumaqdır, öz o ifamı heç bəyənmirəm. İşim çox olub. Necə gəldi? Ruslar deyir, davay-davayla. Onu bağışlamıram. Çünki o illəri qaytarmaq olmur. Oxuduqlarımı təzədən oxumaq istəmirəm. Zamanında gərək daha diqqətli yanaşardım. Yəni ona görə narazıyam. Özümdən narazıyım. Başqa iş. Deyirlər incəsənət qurban tələb edir, amma incəsənət deyərim qurban yox, böyük sevgi tələb edir. Sizin içinizdə böyük bir incəsənət sevgisi var, qığılcımı var. Yəni bu günləri həm universitetdə pedaqoq kimi fəaliyyət göstərirsiniz, sənətdəsiz, gözəl ailəniz var və bildiyim qədər başqa bir sahələrdə də bir fəaliyyətiniz var. Bunları necə çatdırırsınız Şahnə xanım? O sevgidir içinizdəki. Yox, sevgi yox, enerji. Enerji. Əgər istəyirsiniz ki, mən məhv olum, o zaman mən heç bir iş görməyib evdə oturum. O istirahət edir. Mən istirahət edəndə mən ölə bilərəm. Mən hərəkətdə olmalıyam. Mən insanlar içində olmalıyam. Bəzi insanlar deyir, mən polumraq xoşlayıram, sakitlik olsun, tənhalıq, evdə, başım rahat olsun, dincəlim. Yox, mən işıq xoşlayıram, kalabalıq xoşlayıram, deyib gülmək xoşlayıram, səs-küy xoşlayıram, çalışmaq istəyirəm, başımı işlətmək istəyirəm, oradan, buradan. Yəni, enerji ötürərək fizikanın qanunu var, təsir, əks təsirə bərabər. Enerji ötürürəm, enerjini qəbul edirəm. Yatağan olsam, elə yatıb da qalacaq yerim. Nüşabə xanım, özünüz aparıcı kimi fəaliyyətiniz olub, amma çox da sənətçilərə maraqlı suallar vermişsiniz. Bugün Nüşabə xanım özü ilə qarşı-qarşıya əyləşsəydi, hansı sual ona verərdi ki, o sual verilməyib? Yəni, çox verilişlərində özünüz qonağı olmuşsunuz, çox sualları cavablandırmışsınız. Yəni, gözlədiyiniz sual və vermədiyiniz cavab. Özümə heç vaxt sual verməmişəm. O sual verən Nüşabə, cavab verən Nüşabədən üstün olmalıdır, ağıllı olmalıdır. Ona görə orada ikisi mübarizə aparır. Sual verərdim ki, sual yox, əksinə tənqid eləyərdim. Çox şeylərə əl atırsan, çox şeylərə çabalayırsan, çox yerlərə qaçırsan, amma əsas işin olan müğənniliklə məşğul olmursan. Niyə? Niyə bu qədər? Bəlkə doymusunuz səhnədən. Yox, doymamışam. İfalarınızdan doymusunuz. Deyir, insan özündən bir yorğunluq gəlir, özündən bağlı. Yox, ifalarıma yox. Maraqlı gəlmir. Mənə maraq qalmayıb. Yəni, bütün, zaten belə deyək də, uzun illər az müddət deyildi, 31 il səhnədə olmaq, yəni fəaliyyət göstərmək, 400-dən çox mahnı, nə bilim, yaradıcılıq, ifalar, bəlkə də 400 sizin öz şəxsi mahnınızdır, amma digər müğənnilərin də vəsəqələri də müraciət etmişsiniz. Ona qalsa mindən çox. Bəli, ola bilər ki, sizin artıq, belə deyək də, sənətdən belə başa düşürəm ki, doymusunuz. Yox, sənətdən doymaq olmur. Yəni, fəxri adı almışsınız. Fəxri adı istərdim ki, məsəl üçün, əməkdar artistəm, xalq artisti adı alım. Yəni, onu əldə etməmişəm. Onu arzulayardım özümə, arzulayıram da. Amma yəqin ki, olmayacaq. Çünki son 5 ildir ki, adlar verilmir, tək mənə yox, heç kəsə. Olsa niyə istəmirəm? Hər kəs istəyir. Hər kəsin bir arzusu var, çatmadığı bir arzusu. Onu da istəyir. Yəni, sizin o çatmadığınız arzunuzdur, belə deyək. Onu gözləyirsiniz. Gözləyirəm. Və bilirəm ki, olmaz, olmayacaq da. Nə bilim, olsa yaxşı olardı. Olmadı, neyini? Olar. Olmadı, neyini? Olacaq. Mənim üçün belə hesab edirəm ki,
o stimula, bax, deyirsiniz ki doymamışam, yox. Stimul yoxdur. Hə, stimul. Stimul. Bir bəklənti, gözləntiniz var ona görə. Hə, stimul. Məsəl üçün deyirəm, belə elə bir şey olsa, tez deyirəm ki, gedim adıma layiq bir gözəl bir layihə eləyim, bir partlayış eləyim, gözəl fotosessiyalar, gözəl mahnılar, solo konsertlər, bir şey gələr də, enerji gələr mənə o sahədən çalışmaq. Belə neyinirəm deyirəm, belə. Bir sənətkar kimi show biznes bir nəzərdən keçirsək, Nüşabə Ələsgərlinin bəyəndiyi ifa və bəyəndiyi müğənni. Bəyəndiyim müğənnilər çoxdur. Məsəl üçün, bir tək müğənni, hər müğənnidən... Pedaqog kimi yanaşır. Hər müğənnidən az məsəl dinləyirəm. Mən necə deyim, məsəl üçün, Flora Kərimova, Zeynəb Xanlarova. Ayrı-ayrı ifaçılar, ayrı-ayrı səs tembrləri, ayrı-ayrı enerji, ayrı-ayrı çalar. O bir güldür, bu da bir güldür. Amma ikisini də sevirəm. Amma Nüşabə xanım, belə bir şey var. Baxın, mən yəni sizin dövrünüzdən sizi izləyə gəlirəm və sizi çox sevirəm. Səs tembrinizi çox bəyənirəm, xanım xatırlığınızı çox bəyənirəm. Yəni kibarlığınız var, sənətə çox yaraşırsınız. Bir sənətkar səhnəyə çıxırsa, yeniləri də bəyənirəm, təzələr çıxır, o gəlir, bu gedir. Müəyyən müddət onun ifasını eşitməndə unuduram. Başqası çıxır, hə bunu sevdim, səsi yaxşıdır. Amma yəni o ürəkdədir, qəbul etdiyim, bəlkə də mən qiymətləndirib qəbul edirəm ki, səs tembrına görə, sənətinə görə, ifasına görə, yəni o zövq dəyişmir də. Bilirsiniz, bizim təhsildə belə bir termin var. Vokal pedaqoqu yaradıcı bir şəxsiyyət kimi. Bizim mövzu, dərsimizin mövzusudur. Yaradıcı şəxsiyyət kimi. Vokal müəllimi. Sual. Nə yaradır o? Zövq yaradır, zövq. Uşağı gətirib məktəbə qoyursan, zövqünü formalaşması üçün repertuar verirsən. O repertuarları o dinləyə-dinləyə zövqü başlayır formalaşmağa. Bəli, rənglər çalar. Rənglər çalar. Məsəl üçün, uşağa gözəl musiqilər, yəni pedaqoji, klassika, filan, Mozart, Beethoven, Bach, filan, əsərlərə qulaq asasa, bizim klassik əsərlərimizə qulaq asasa, hamısı baxın fuqalarına qulaq asasa, uşağın zövqü elə formalaşır ki, biz də yaradıcı şəxsiyyət ki, onu yaradırıq, zövqünü. O uşağı öldürsən də o pis mahnıları oxumayacaq. Qəbul eləməyəcək. O allergiya verir. Çünki onun zövqü başqa cür formalaşır. Və o birisi uşaqlar, hansılar ki, bu təhsili almayıblar, adi eşitdiklərini, sosial şəbəkə, TikTokdan zaddan dinlədiklərini, onlar da formalaşırlar. Onlar da o zövqlə formalaşırlar. Onlara sən deyəsən ki, baxa qulaq as, Mozart'a qulaq as, yəni klassik musiqiyə qulaq as. Öldürsən də qulaq asmayacaq. Qulaq asacaq, o da ki... Heç qulaq asmayacaq, sevməyəcək, atacaq o yana. Sevməyəcək, qulaq asacaq, o birisi eşitdiklərini, sevdiyini, onun da zövqü o cür formalaşıb. Ona görə mən onu demək istəyirəm ki, sizin sualınızda, siz deyirsiniz, mən qəbul eləmirəm. Siz formalaşmısınız savadlı formada və siz qəbul edirsiniz. Təzə nə qədər müğənni gəlsə, onlardan da yaxşıları qəbul, pisləri qəbul etmirsiniz. Niyə? Çünki siz ziyalısınız. Ziyalı olmaz. Qulağı yorur, eşidirsən, çox qulaq asa siz ziyalı olmasaydınız, siz də başqa şeylərə qulaq asacaqdınız, və deyici, əla, bəhbətdir, gözəl. Amma siz bugün ad çəkə bilərsiniz Nüşabə xanım. Sizin yəni o illərin təcrübəsi, sənətiniz, demirəm öz yaşıdlarınız, amma kimlərinsə adını çəkə bilərsiniz ki, bu həqiqətən yaxşı oxuyur. Yaxşı oxuyan, əlbəttə yaxşı oxuyur. Səs tembri, məsəl üçün, Sevdəl Əkbərzadə oxuduqları xoşuma gəlir. Səs tembrinə görə Röya Ayxanın oxuduqları xoşuma gəlir. Səs tembrinə görə Brilliant Dadaşovanın oxuduqları xoşuma gəlir. Çoxdur, belə dinlədiklərim çoxdur. Gənc ifaçıların arasında çoxdur. Qulaq asıram görəm. Muğam ifaçılarına yəni ora daxil etsək, gənc ifaçılarda onlar dinlədiklərim də var. Sonra bu bəzi təzə müğənnilər ki var, hansı ki bəzi insanlar deyirlər ki, bayağı mahnılardır falan. Onların da ifaları içindən görsən ki, bəzi mahnıları qəşəng oxuyurlar, həqiqətən. Sadəcə olaraq adları çıxıb bayağı oxuyan kimi
onları bu yəni tərəf dinləmək istəmir, amma çox gözəl oxuyublar. Yəni nöqtəsi virgülünə qədər qəşəng oxuyan var. Adları məsələn bayağı çıxsa da, nə olsun bayağı da amma yaxşı oxuyur. Yəni mən hər kəsi dinləyirəm. Ad çəkməməmin səbəbi də odur ki, reklamlı müğənni olsa, pis desəm, yəni reklamı var, amma doğrudan pis oxuyursa, mən o pis desəm, bir daha suallar var. Yaşlaşıblar, baxılımı çəkirlər. Bəli. Bildim elə çəkinər bir tərəfiniz var. Və yaxud da baba belə şeylərə görə ad çəkmək istəmirəm. Amma sənətkar fikri vacibdir. Yəni siz deyən kimi tam ekran qarşısında hər kəs bayağı insanlar əyləşmir. Yəni hər təbəqə, hər sənətçini sevən insanlar var. Ona görə də bu gün Nüşabə Ələsgərini tamı-tamına onlara dolğun şəkildə çatdırmaq istədim. Çünki darıxanlar çoxdur. Yəni sizi görmək istəyənlər çoxdur və Nüşabə Ələsgəridən yəni tamaşaçılar, onu sevənlərə nə yeniliklər olacaq? Bayaq dedim, stimul olsam, enerjimi, sənətimi yönətsəm, çox şeylər eləyərəm. İnşallah. Sağ olsun. Təşəkkür edirik. Çox sağ olun gəldiyinizə görə. Mən təşəkkür edirəm. Səhnəyə çox yaraşırsınız. Səhnə sizi çox sevir, xalq sizi çox sevir. Hər zaman gündəmdə olmağınızı, yeni layihələrlə, mahnılarla, yəni tamaşaçıları sevindirməyinizi istəyirik. Çox sağ olun. Çox təşəkkür edirəm. Dəvətinizə görə var olun. Bizim dostlarımıza da çox sağ olun deyirəm. Pərdə arxası əziyyət çəkən insanlara da çox sağ olun deyirəm. Mehriban xanım, siz var olun. Siz sağ olun. Təşəkkür edirəm. Dəyər verdiyiniz üçün də çox sağ olun. Sizə uğurlar, başarılar, şanslar və bol-bol ruzu bərəkət arzulayıram. Çox sağ olun. Nəzərinizə çatdırım ki, Səhnə Damı verilişinin bugünkü sənətçisi, sənətkarı, sözün əsl mənasında zirvələri fəth etmiş əməkdar artistimiz Nüşabə Ələsgərli idi. Sağ olun, salamat qalın.